DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri bir pəncərədən müasir, çevik, şəffaf və vətəndaş məmnunluğuna uyğun təqdim edilir. DOST xidmətləri şəbəkəsi daim genişlənir. Bu şəbəkə artıq Tərtər rayonunu da əhatə edir. Rayonda Qarabağ Regional DOST Mərkəzinin DOST filialı fəaliyyətə başlayıb. Tərtər DOST filialının 2 mərtəbədən ibarət binası modern və konstruktivli elementlərlə müasir üslubda layihələndirilib. Burada gün ərzində orta hesabla 80-ədək vətəndaşın qəbulu nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev, həmçinin digər rəsmi şəxslər filialda yaradılan şərait və xidmətlərin göstərilməsi prosesi ilə tanış olublar. Qarabağ Regional DOST Mərkəzinin Tərtər filialı deməli, ümumilikdə bizim göstərdiyimiz 162 xidmətdən 125 xidmət göstərəcək, deməli 14 istiqamət üzrə və bu binada bizim xüsusi xidmət zallarımız var və bu xidmət zallarında bizim sosial agentlər qeyd etdiyim xidmətləri bizim vətəndaşlara təqdim edəcəklər, vətəndaşlara xidmətləri göstərəcəklər. Ümumilikdə indiyədək Bakı və bölgələrimizdə 7 DOST mərkəzi, 2 DOST filialı, Smart DOST xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib. DOST agentliyi kumulativ olaraq bugünə qədər 4 milyon 200 mindən çox vətəndaşa xidmət göstərmişdi və xüsusilə Qarabağ Regional DOST Mərkəzi bu ötən dövr ərzində 180 minə yaxın vətəndaşa qeyd etdiyim sahələr, istiqamətlər üzrə xidmət göstərmişdi. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filiallarının yaradılması istiqamətində layihə, təmir-tikinti işləri aparılır. Elnur Tofiq, Elmin İsfəndiyarov, Rauf Məmmədov, ASTV Xəbər.